Dünyada hər 5 nəfərdən biri infarkt riski daşıyır. Beynəlxalq araşdırmaya görə orta yaşlı hər 5 nəfərdən biri 10 il ərzində infarkt keçirmə riski altındadır. Araşdırma çərçivəsində 35-69 yaş arasında olan 3271 nəfərin məlumatları gözdən keçirilib. Növbəti 10 il üçün xəstəlik riski hesablanarkən yaş, cins, həyat tərzi və insanların mövcud xəstəlikləri nəzərə alınıb. Bugün təəssüf olsun ki, gənc yaşda ölümlərin böyük səbəblərindən biri infarktdır. Yəni, ürək-qan damar xəstəlikləridir. Ani ölümlərin başlıca səbəbi ürək və beyindir. Yəni, bunların da əsas hissəsi ürək ölümləri, yəni infarkt təşkil edir. Bir çox faktor səbəb olur. Özəlliklə birinci əsas faktorumuz genetik faktordur. Özəlliklə başlıca faktorlardan biri qidalanmadır. Təmiz su qəbuludur. Əgər daha əvvəl koronavirus infeksiyasına biz yoluxmuşuqsa və ağır keçirtmişiksə, bu da təəssüflü olsun ki, ani ölümlərin və ani insultların, ani tromboemboliyaların səbəblərindən biri kimi bugün də özünü büruzə verir. Özəlliklə COVID-19 virusu damarın endoteli dediğimiz iç təbəqəsinin yəni inflamasiyasına, yanğısına səbəb olur. Anar Əmrah insanları damar sağlığına diqqətlə yanaşmağı tövsiyə edib. 35 yaşından sonra ildə bir dəfə şah damarının ultrasəs müayinəsini etmək sizin damar sağlamlığınız haqqında məlumat verə bilir. Yəni sizin insult riskinizi, infarkt riskinizi göstərən faktorlardan biridir. Bilirsiniz, infarktla bağlı çox gənc xəstələr təəssüf olsun ki, görmüşük, müdaxilə etmişik. Çox yaşlı xəstələrdə görmüşük. Özəlliklə yəni 18 yaşında infarkt keçirən xəstə təəssüf olsun ki, görmüşük. Yəni biz damarımızı qoruyuruqsa, o deməkdir ki, bütün orqanlarımızı qoruyuruq. Mütəxəssis tövsiyə edib ki, həftədə 5 gün ən azı 30 dəqiqə piyada gəzmək, velosiped sürmək və ya üzgüçülüklə məşğul olmaq damarların tıxanmasının qarşısını ala bilər. Düzgün qidalanmaq, kalorisi yüksək olan, tez hazırlanan qidalardan uzaq durmaq və porsiyaları azaltmaq lazımdır. Siqaret çəkmək də ürək tutmadan ölüm riskini 2-3 dəfə artırır. Sevinç Vaqif qızı, Vüsal Cəfərov, Xəzər xəbər.